Salam, bugün mən sizə Coğrafiya Güvən Nəşriyyatı 2024-cü il səhifə 296-dan başlayaraq bir neçə dərslərin izahını verəcəyim. Mövzumuz əhali mövzudur, yəni dünya əhalisinin irqi, dini, milli tərkibi haqqında məlumat verək. Biz bilirik ki, dünya əhalisini əvvəlcə qeyd edək, xarici görünüşünə görə 4 əsas qrupa bölünür. Avropoid irqi, Mongoloid irqi, Negroid və Avstraloid irqi. Və qeyd edək, burada Avropoid irqinə aid olan xalqlar qeyd olunmuşdur bölgələrdəki. Deməli, Şimali Avropa, Şimal Baltik dənizinin sahilləri, Orta Avropa, Şərqi Avropa, Ukrayna, Rusiya, Şimali Amerika, Avstraliya, Yeni Zelandiya və Carın Kap vilayəti aid edilir. Və Cənubi Avropa, Şimali Afrika, Cənub-Qərbi Asiya və Pakistan, demək Şimali Hindistan və Cənubi demək Amerikanın Atlantik Okean sahilləri qollarına bölünür. Və dil ailələrinə keçək. Dil ailələri demək, dil ailələrinin ən böyüyü 11 dil qrupunu, yəni 150-dən çox xalqı və 2,7 milyarddan artıq insanı birləşdirən Hind-Avropa dil ailəsidir. Çin-Tibet dil ailəsi 1,4 milyard Afro-Asiya, yəni Sami-Hami dillərində isə 370 milyarddan artıq insan və Avstroneziya 230 milyon, Dravid 180 milyon nəfərdir. Yəni bu dil ailələrində danışan insanlar. Və demək ki, Altay, Niger, Kordofan hərəsi 300 milyona yaxındır. Burada qeyd edək, Hind-Avropa dil ailəsinə aid olan xalqlar, dil qrupları, xalqları göstərək və daha ətraflı qeyd edək. Biz başlayaq Slavyan dil qrupundan. Slavyan dil qrupuna aid olan xalqlar Ruslar, Ukraynalılar, Belaruslar, Polyaklar, Çexlər, Slovaklar, Makedonlar, Slovenlər, Xorvatlar, Serblər, Bosniyalılar, Çernogoriyalılar və Bulqarlar. Və daha ətraflı indi məlumat verək. Ruslar Şərqi Slavyan millətidir. Demək, Hind-Avropa dil ailəsinin Slavyan qrupunun Şərqi Slavyan qoluna aid Avropanın ən çox saylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. Və 2010-cu il siyahıya alınmaya görə Rusiyada sayları 11 milyon 16 min 896 nəfərdir. Burada məşhur demək ruslar haqqında məlumat verilmişdir. Donskoy, 4-cü İvan, 1-ci Pyotr, Lomonosov və sairələri başqaları qeyd olunmuşdur və Mendeleyev və s. Və burada rusların ümumi yer kürəsində bir neçə ölkədə yayılma areallar qeyd olunmuşdur. Daha doğrusu sayları qeyd olunmuşdur. Rusiya, Ukrayna, Qazaxıstan, Amerika Birləşmiş Ştatları, Özbəkistan, Belarus, Latviya, Qırğızstan, Azərbaycan, Çin Xalq Respublikasında ki, yaşayan rusların sayları qeyd olunmuşdur. Yayılma arealları, yəni yayılma əraziləri Şərqi Avropa düzənliyi, Volqa boyu Don, Kuban çayları hövzələri, Ural Qərbi Sibir düzənliyi, Altay Sayan, Orta Sibir yassı dağları, Verxayansk Sıra dağları, Baykal göl ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sıxota-Alen Sıra dağları Şərqi Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayır. Və biz bayaq qeyd etdik, demək, ruslar Avropoid irqinə mənsubdurlar. Avropoid irqi biz bilirik ki, demək, xarici görünüşünə görə qeyd etdik 4 qrupa bölünür. Avropoid irqi Şimali Avropa, Şimali Baltik dənizlərinin sahilləri, Orta demək Avropa, demək ki, Ukrayna, Rusiya, Şimali Amerika və sair, Avstraliya, Yeni Zelandiya, Carın Kap vilayəti və Cənubi Avropa, Şimali Afrika, Cənub-Qərbi Asiya və Pakistan, Şimali Hindistan, Cənubi Amerikanın Atlantik sahili qollarına bölünür.
Və fikir versək, biz şəkillərlə daha aydın qeyd edək. Ruslar haqqında, burada görünüşü haqqında, burada milli geyimlərdə qeyd olunmuşdur. Zəngin mədəniyyətə malik, demək, Rus xalqları çox zəngin mədəniyyətə malikdirlər və geyimləri müxtəlif rəqsləri ilə seçilən xalqlardır. Burada daha ətraflı göstərilmişdir. Növbəti xalqlarımız Ukraynalılardır. Ukraynalılar demək, Ukraynadan gələn Şərqi Slavyan etnik qrupudur. Onların əsas dili Ukrayna dilidir və əksəriyyəti Şərqi pravoslav xristianlarıdır. Dünyada təxminən 46 milyon əhalisi olan, demək, onlar Ruslardan sonra ikinci ən böyük Slavyan etnik qrupudur. Burada yayılma arealları göstərilmişdir. Və demək, müxtəlif ölkələrdə Ukrayna, Rusiya, Kanada, Braziliya və s. demək olan Ukrayna xalqının saylarını göstərir, qeyd olunmuşdur. Dillər Ukrayna dilidir. Din Şərqi pravoslavlığı, əksəriyyəti katolik, azlıq təşkil edir. Ana dili Ukrayna dili olan insanlar burada əsasən demək, qərb hissəsi çoxluq təşkil edir. Burada Xarkovda Ukraynalı qız təsvir edilmişdir. Əsasən tarix boyu müxtəlif xarici administrasiyalar tərəfindən müxtəlif adlarla xatırlanıblar. Polşa, Litva Birliyi, Habsburg monarxiyası, Avstriya imperiyası və daha sonra Avstriya Macaristan dövründə fərqli adlar istifadə olunub. İndiki Ukrayna ərazisində yaşayan Şərqi Slavyan əhalisi Rutenlilər, Rusiya imperiyasının sərhədləri daxilində yaşayan Ukraynalılar isə kiçik Ruslar adlanırdı. Zəngin mədəniyyətə malikdirlər. Geyim tərzləri burada qeyd olunmuşdur. Milli geyimləri qeyd olunmuşdur. Gözəl adət-ənənələrə sahibdirlər. Belaruslar və ya Ağ Ruslar. Belarus əhalisinin əksəriyyətini təşkil edən Şərqi Slavyan xalqıdır. Burada xəritədə yayılma əraziləri göstərilmişdir. Və ölkələr üzrə yayılması göstərilmişdir. Burada dil Belarus dili və Rus dilidir. Din əksəriyyəti pravoslav və Yahudi katolik azlıqlarıdır. Belarus termini 16-cı əsrdə ortaya çıxmışdır. 19-cu əsrin sonlarına qədər Belarus termini Belarusun bütün ərazilərinin əhalisini möhkəmləndirmişdir.
19-cu əsrə qədər etnik mənşəli Rusini və ya Litvin Poloniyası xüsusi ad kimi istifadə olunurdu. Və burada 5 tarixi və etnoqrafik bölgəyə bölünmüşdür. Burada qeyd olunur, adları qeyd olunur. Cənub, şərq, qərb və şimal ərazilərinin adları qeyd olunur. Belarus mədəniyyəti haqqında burada daha ətraflı şəkildən görmək olur. Yenə də zəngin mədəniyyətə, geyimləri, burada milli geyimləri qeyd olunmuşdur. Müxtəlif adət-ənənələrə, gözəl adət-ənənələrə sahib millətdir, xalqlardır. Polyaklar əsasən demək ki, Avropada və Polşada yaşayan polyak, Polşa dilində danışan xalqlardır. Burada məşhurlar haqqında şəkilləri göstərilmişdir. Yazıçıları, alimləri. Ümumi sayı 60 milyon nəfərdir polyakların, yəni yaşadığı ölkələrdəki sayları göstərilmişdir. Müxtəlif ölkələrdə yaşayırlar. Dünyanın demək olar ki, bir neçə ölkəsində yaşayırlar. Dilləri polyak dilləridir. Dinləri Roma katolik, həm də pravoslavlıq, protestantlıq və yahudilikdir. Burada Polşanın demək dövlət bayrağı, Polşa hakimiyyəti və diplomatik orqanları tərəfindən istifadə olunur. Ənənəvi geyimləridir. Burada milli geyimlərdir. Çexlər və ya Çex xalqı, Qərbi Slavyan xalqı və Çexiya Respublikasının əsas əhalisi. Ümumi sayı 12 milyona yaxın. Əsasən Slovak və Lujista dillərində daha çox yaxın Slavyan dillərinin Qərbi Slavyan qrupuna daxil olan Çex dilində danışırlar. Burada qeyd olunmuşdur 4-cü Karl, Hus, demək Kamenski və s. başqaları haqqında burada adları da qeyd olunur, şəkilləri də qeyd olunur. Və hansı ölkələrdə nə qədər Çex milləti, Çex xalqı yaşayır, burada qeyd olunmuşdur. Dilləri Çex dili, dini ateistlər 59%, katoliklər 26,8%, protestantlar 2,1%-dir. Yəni böyük əksəriyyəti ateistdirlər. Müasir dövrdə Çexlər əhəmiyyətli sayda Fransada, Böyük Britaniyada, Amerika Birləşmiş Ştatlarında və sair Xorvatiya, Slovakiya, Avstriyada və Polşada yaşayırlar.
Və qeyd edək ki, Çexiya xalqının əcdadları hələ qədim dövrdən müasir Çexiyanın Bohemiya, Moraviya və Sileziya tarixi bölgələrində məskunlaşmışdırlar. Burada Çex sözünün daxili forması nəslin üzvü mənasını daşıyır. Yəni burada adın etimologiyası və yaxud da mənası haqqında qeyd olunmuşdur. Slovaklar Slovakiya əhalisinin əsas hissəsini təşkil edən Slovak dilində danışan Slavyan icmasına aid xalq. Burada ümumi sayları 5,5-6 milyon nəfəri göstərir və yayıldığı yaşadıkları ölkələrdəki saylarını göstərir. Dili Slovak dili irqi Avropoiddir və dini Xristian, Katolik, Protestant dilləridir və qohum xalqlar Qərbi Slavyanlar, Çexlər, Polyaklar və digərlərdir. Əksər hissəsi müstəqil Slovakiya ərazisində yaşayır və digər dövlətlərdən Çexiya, Xorvatiya, Polşa, Macaristan, Serbiya ərazisində etnik azlıq təşkil edirlər. Amerika Birləşmiş Ştatları, Kanada, Böyük Britaniyada yaşayan immigrant Slovaklar isə həmin ölkələrdəki Slovak diasporunu təşkil edir. Burada milli geyimləri qeyd olunmuşdur, göstərilmişdir. Demək, milli adət-ənənələr qeyd olunur, daha doğrusu göstərilir. Rəqsləri, milli geyimləri. Makedonlar veya Makedoniya Slavyanları Slavyan xalqlardan biri, Makedoniya Respublikasının əsas əhalisidir. Ümumi sayları 2.115.000 nəfərdir və Şimali Makedoniya, Serbiya, Albaniyada yaşayan Makedonların sayıdır, yəni bu xalqın sayıdır. Dili Makedon dilidir, dini Xristianlıq, pravoslavlıqdır və qohum xalqlar Slavyan xalqlardır. Və burada da yenə də milli geyimlərdə göstərilmişdir. Və Makedon toyundan çəkilmiş foto şəkillərdir, gəlin və bəyin şəkilləridir.
milyon nəfərə qədərdir. Sloveniyada 1,6 milyon nəfər, Amerika Birləşmiş Ştatlarında 177 min nəfər, İtaliyada 95 min nəfər, Kanadada 29 min, Avstriya və sair ölkələrdə yayılmışdır, yəni yaşayırlar. Almaniya, Avstraliyada, Xorvatiyada yaşayırlar. Burada demək dilləri haqqında məlumat var. Dilləri Sloveniya dilidir və geniş ərazidə yaşadıklarından çox sayda dialektləri vardır. Əksəriyyəti katoliklərdir. Ancaq protestant, pravoslav və müsəlmanlar da vardır. Çox hissəsi ateistdirlər. Xorvatlar demək Balkanda başlıca olaraq Xorvatiya, Bosniya və Hersegovinada yaşayan demək Cənub Slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, Amerika Birləşmiş Ştatlarında, Cənubi Amerikada, Avstraliyada, Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddir. 9 milyon nəfərdir. Burada yaşadıkları ölkələr qeyd olunmuşdur. Onların sayı qeyd olunmuşdur. Burada daha ətraflı göstərilmişdir. Dilləri xorvat dili və dini Roma katolik, qohum xalqlar Slavyan xalqlarıdır və burada tarixi haqqında məlumat verilmişdir. Daha ətraflı videonu dayandırıb demək daha ətraflı maraqlana bilərsiniz. Və milli geyimlərdə burada paltarlarda demək göstərilmişdir daha ətraflı.